Bismillahirrahmanirrahim. Elhamdülillah vahdə və salatu və salamu alə məllə nəbiyyə bədə. Əmə bəd. Selamu aleykum və rəhmətullah və bərəkatuhu. Deməli, biz keçən məclisdə Peyğəmbər sallallahu aleyhi ve səlləmin Herakla məktubunda qaldıq. Çünki Herakl Rumların kralı idi və Peyğəmbər sallallahu aleyhi ve səlləm Hüdeybiyyə sülhünə başladı dəvətə. Və başladı böyük adamları dəvət eləməyə, hakimləri. Farsların hakiminə yazdı, Rumların hakiminə yazdı. Bəziləri görürsən cizyəni qəbul elədi, İslamı yox. Bəzilər cırdılar vərəqləri. Bəzilər qulaq asdılar, görür nə deyir. Hətta istədilər qəbul etsin, necə ki Herakl. Herakl qulaq asır və keçən məclisimizdə Herakl Əbu Süfyana suallar verirdi. Və biz qaldıq deməli məktubda. Dehya radiyallahu anhuya məktub verilir, o da gəlir Şama. Şamın əmiri ya Himsin ya Dəməşqin. O məktubu götürür, aparır krala. Kral da eşidir ki, Qureyşdən, ərəblərdən, yarımadadan burada tacirlər var, əmirliyi ki, onları gətirin bura. Sonra sual verir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem ən yaxın kimdir? Əbu Süfyan deyir, mən. İndi sualları verir. Herakl, biz bu məktubda bəzi şeylər də aydın olacaq ki, Herakl İslamı qəbul edir, yoxsa yox. Və deməli, məktub belədir. Peyğəmbər sallallahu aleyhi ve sellem yazıb ki, Heraklə. Min Muhammed Abdillah və Rasulih ilə Herakl azimur Rum. Yəni, Peyğəmbər sallallahu aleyhi ve sellem məktubu belə başlayır. Bismillahirrahmanirrahim. Məhəmməddən Allahın qulu və rəsulu. Elə bir ki, hələ əvvəldə aydın eləyir mövqeyin. Yəni, Allahın qulu, yəni rədd kim eləyir? Xristiyanlara. Çünki Peyğəmbər sallallahu aleyhi ve sellem qul idi. Sonra Peyğəmbər oldu. Rəsul da sonra oldu. Rəsul ola bilər, rədd həmçinin cuhudlara da. Çünki Peyğəmbərliyin qəbul eləmirlər ona görə. Min Muhammed İbn Abdillah, yəni fikir verirsiniz, heç də yazmır. Sadəcə nə var onu deyir, Rəsul. Qul, sonra Rəsul. İlə Herakl Əzimur Rum. Yəni Herakl biraz vəsf eləyir əzəmətli kimi. Onu göstərir ki, müəyyən həddə olar. Yəni Peyğəmbər sallallahu aleyhi ve sellem biraz mülayim idi. Məktubu elə şəxsi yazıb, bu da kraldır. Hər halda buna deyir, Rumların əzəmətli padşahı, Herakl. Əssəlamu alə mən ittəbə'əl hudə. Kafirdir, xristiyan, əhli kitaba salam belə verilir. Əssəlamu alə mən ittəbə'əl hudə. Çünki kafirə biz bilirik ki, birinci salam vermək olmaz. O necə verdi, hələ də qaytara bilərsən. Birdən o desə ki, əssəlamu aleykum deyə bilərsən, aleykum salam. Amma belə, məsələn, məktub yazanda və s. Əgər kafirə yazırsansa, əssəlamu alə mən ittəbə'əl hudə. Valla ki, birdən elə vəziyyətdə ola bilər ki, məsələn, Rusiyada qardaşlar, birdən girirsən, görürsən, hamısı sənə baxır, hamısı gözləyirlər ki, sən dəsə salam verəsən. Onda neyniyəsən? Deyə bilərsən, qaycıla, dobru cin, o belə şeylərlə yola vermək olar. Aydındır ki, pis vəziyyətdə qalmayasan. Amma əsl budur ki, kafir birinci görüşməlidir. Necə görüşdü, ona da hələ də cavab vermək. Əsl budur. Sonra məktubda davam edir. Əmmə bə'd, yəni indi isə nə məqsədlə bunu yazmışam, nə danışacağım, onu bildirir. Əmmə bə'd, ayırır. Deyir ki, fə innə aduuka bidəayətil İslam. Deyir, mən səni dəvət edirəm İslama. Yəni, şəhadətə. Əslim, təsləm. Təslim ol, qəbul ol, salamat olacaqsan. Əslim, yu'tikəllahu əcrəkə mərrəteyn. İslamı qəbul eləsən, Allah Teala sənə əcri 2 dəfə verəcək. Ya burada 2 dəfə o qəsd olunur ki, İsa'ya da inanıb, qəbul edib onun dinin, indi Muhammedin də dinin qəbul edəcək 2 dənə savab. Ya da həm özün qəbul edəcəksən, həm də ətrafın, əhali.
Yəni 2 dəfə qazanacaqsan savab. فَإِنْ تَوَلَّيْتَ فَإِنَّ عَلَيْكَ إِثْمَ الْأَرِيسِيِّينَ Əgər qəbul eləməsən, bütün ərisiyin də günahları, ərisiyin yəni fəllahlar, yəni torpaqda çalışanlar. Çünki əhalisinin çoxsu əkinlə məşğul idilər. Çoxluq cəhətindən dedi. Yəni əhalinin də xülasə əhalinin də günahı sənin boynunda olacaq. Sonra ayə yazıb ki: "Və ya əhləl kitab ta'alu ilə kelimətin səvain beynənə və beynəkum əllə na'budu illallah və la nuşriku bihi şey'ən və la yettəxidə ba'duna ba'dan ərbaban min dunillah fə in təvəlləv fəqulu şəhədu bi ənnə muslimun." Ayə yazır. Ayə də elə o mənada və bu ayənin yazmağından görsənilir ki, küfür diyarına gedəndə, bəzi alimlər bundan dəlil gətirib ki, küfür diyarına gedəndə Quran aparmaq olar. Bəzilər bunu dəlil gətirib. Çünki Peyğəmbər sallallahu aleyhi ve sellem Dihyəni küfür diyarına göndərmişdi. Amma gəlib ki, qadağan gəlib küfür diyarından Quran aparmaq. Bəzi alimlər deyir ki, ayələr eyb etməz ehtiyac olsa. Bu da məktub idi. Bütün Quran deyildi. Və bəzi alimlər deyir ki, əgər düşmən mövqeyi tutursa, getdiyin yer, düşmən mövqeyindədirsə, aparma Quranı. Yox, ya düşmən mövqeyində deyilsə, apara bilərsən. Aydındır. Sonra, qalə Əbu Süfyan, məktub bu idi. Fikir verin, Peyğəmbər sallallahu aleyhi ve sellem məktubuna. Qıssa çox şərh eləmədi və məktub da nədən ibarətdir? Tərğiblə tərhibdən. Tərğib rəğbətləndirirdi İslama, tərhib də həmçinin qorxuzdur. Dəvət bu iki şeydə olmalıdır. İki əsasla. Qorxuzmaq və rəğbətləndirmək. Elə adam var ancaq qorxuzur. Cəhənnəmə girəcəksən. Vəssalam. Elə adam var ki, cənnət daha cəhənnəmi qeyd edəmir. Amma fikir versən Peyğəmbər sallallahu aleyhi ve sellem dəvətinə. Həm rəğbətləndirdi, 2 dənə savab qazanacaqsən. Həm də qorxuzdur ki, bütün hamısının günahı sənə olacaq. Sonra Əbu Süfyan deyir, qalə Əbu Süfyan, fələmmə qalə mə qal, fərğə min qiraətil kitab, kəthra indəhul səxab, və irtəfəətil əsvad, və uxricnə, fəqultu li əshabi hinə uxricnə, ləqəd əmirə əmrun İbni Əbi Kəbşə. Yəni, bu məktub bitəndən sonra görsənir ki, kralın otağında otağı yox, zaldır və səsküy başladı orada. Səsküy düşdü, araya fitnə düşdü. Kral oturub, bütün o xristiyan alimləri və s. hamı orada səsküy başladı. Və Əbu Süfyan deyir ki, bizi çıxartdılar zaldan. Bizi çıxartdılar. Əbu Süfyan da deyir ki, Əbu Kəbşə, ərəblərdə belə bir adət var idi. Məsələn, kimisə nisbət eləyir nəslinə. İstəmir, istəyir, alçatsın, başqa bir ad verir. Məsələn, bu filankəsin oğlu. Ona görə Məhəmmədə qəsd eləyir sallallahu aleyhi ve sellem deyir ki, görür onun məktubu necə təşviş oldu zalda. Yəni, Əbu Süfyan təəccüblənir ətrafındakilərlə. Sonra, İnnehu yaxafu məliku bəni əsfar fəmə ziltu muqinən ənəhu səyədharu həttə ədxalallahu aleyyəl İslam. Hətta deyir ki, təəccübləndim ki, o boyda padşah Rumluların təşvişə düşdü. Ətrafı da təşvişə düşdü. Yəni, təəccübləndi Əbu Süfyan bu hadisədən. Və deyir ki, hətta o abu-havada qaldım, o abu-havada yaşardım, hətta Allah subhanət hələ mənim qəlbimi açdı İslama. Hətta İslamı qəbul edənəcən deyir, o hadisə mənim təsirlədi, yadımda qalmışdı, təəccübləndirmişdi o hadisə. Sonra buyurur, وَكَانَ İbn Nazur sahibu İliyə və Hiraql suqufən alə nəsarə Şam yuhaddisu ənə Hiraql hinə qədimə İliyə əsbəhə yevmən xəbithən nəfs fəqalə ba'du bitariqatihi qad istənkərnə heybətək. Yəni, kral da neynir? Gəlir deməli Şama pis vəziyyətdə. O hadisə təsirləyib ona. Hətta ona deyirlər ki, nə olub da sənə? Yəni, görünüşün dəyişilib. Yaxşı deyilsən. Qalə İbn Nazur və kənə Hiraqlu
cəzzəən yanduru fin-nucum. Herakl özü isə ulduzlara da baxan idi. Müneccimlərə inanırdı və s. Deyir ki, fəqalə ləhum hinə səəlu inni rəaytu leylətə hinə nəzartu. Deyir, mən bu gecə, deyir, səmaya baxanda ulduzlara fin-nucumi məlikil xitan qəzzahar ki, xitanlıların padşahı zuhur eləyib. Xitan, yəni sünnət olunanların. Sünnət olunanların. Yəni, onlar öz aralarında bu cür söz işlədirdilər. Yəni, sünnəti həm cuhudlar eləyir, həm də müsəlmanlar. Və Qureyşdə də var idi, İbrahimdən qalmışdı. Çünki ən birinci xitan eləyən İbrahim olub. İbrahim olub, bu da Qureyşdə var idi. Və yəni demək istədi ki, xitan, yəni ərəblərdə artıq padşah zuhur edib. فَمَنْ يَخْتَتِنُ مِنْ هَذِهِ الْأُمَّةِ قَالُوا لَيْسَ يَخْتَتِنُ إِلَّا الْيَهُودِ فَلَا يُهِمَّنَّكَ شَأْنُهُمْ وَاكْتُبْ إِلَى مَدَائِنِ مُلْكِكَ فَيَقْتُلُوا مَنْ فِيهِمْ مِنَ الْيَهُودِ فَبَيْنَمَا هُمْ عَلَى أَمْرِهِمْ أُتِيَ هِرَقْلُ برجل أرسل به ملك الغسان يخبر عن خبر رسول الله صلى الله عليه وسلم فلما استخبره هرقل قال اذهبوا فانظروا أمختتن هو أم لا فنظروا إليه فحدثوه أنه مختتن فسأله أنه العرب فقال عن العرب فسألوه عن العرب فقال هم يختتنون فقال هرقل هذا ملك هذه الأمة قد ظهر ثم كتب هرقل إلى صاحب له برومية وكان نظيره في العلم وصار هرقل إلى حمص فلم يرم حمص حتى آتاه كتاب من صاحبه يوافق رأي هرقل على خروج النبي صلى الله عليه وسلم وأنه نبي فأذن هرقل لعظماء الروم في دسكره له بحمص ثم أمر بأبوابها فغلقت ثم اطلع فقال يا معشر الروم هل لكم في الفلاح والرشد وأن يثبت ملككم فتبايعوا هذا النبي فحاصوا حيصة همر الوحش إلى الأبواب فوجدوها قد غلقت. Yəni Herakl neynədi? Herakl dedi ki, bir baxın, Məhəmməd, onlar xitan eləyəndilər, yəni sünnət eləyəndilər. Sonra gəlib dedilər ki, hə, onlar sünnət eləyəndir. Dedi, onda odur. Çünki Peyğəmbər sallallahu aleyhi ve sellem başladı xəbərləri gəlməyə ona. Bu da narahat oldu, getdi, artıq meyl eləyib Herakl. İstədi qəbul eləsin. Getdi Himsə, Suriyanın bir şəhəridir, ən böyük şəhərdir. O vaxt ən böyük şəhər oraydı. Gedir ora, orada yığır bütün adamları, bütün böyük adamları, keşişləri zat, deyir ki, qapını örtün, qapıları bağlayın. Deyir ki, nə deyirsiniz, bəlkə qəbul eləyir onun dinin. Onun dinin qəbul eləyir. Səs-küy bürüyür zalı, sarayı. Hətta elə adamlar olur ki, istəyirlər qaçsın orada, bu nə danışır, istəyirlər qapıları açmağa görürlər, qapılar da bağlıdır. Herakl deyir ki, görür ki, alınmadı. Dünyanı seçir. Görür ki, krallıq gedəcək. Dedi ki, sizi yoxlayırdım. Belə bir hadisə olur. Deməli, Herakl belə eləyir. Sonra, فَلَمَّا رَأَى هِرَقْلُ نَفْرَتُهُمْ وَأَيْسَ مِنَ الْإِيمَانِ فَقَالَ رُدُّوهُمْ عَلَيْهِ قال فإني قلت مقالتي آنفا أختبر بها شدتكم عن دينكم فقد رأيت فسجدوا له. Yəni o vaxt ki gördülər ki, kral sən demə bunları yoxlayırmış. Nə etdilər hamı? Hamı krala səcdə, yəni sən bizim kralımızsan. Hamısı səcdə elədi və onlar razılıqlarını bildirdilər. Və kənə dəlikə axiri şəni Herakl Ravahu Salih ibn Keysan və Yunus və Ma'mar ibn Zuhri. Yəni bu axır hadisə idi Heraklın, yəni o məsələdə. Yoxsa Herakl hələm yaşadı, sonra Mu'ta döyüşü oldu. Peyğəmbər sallallahu aleyhi ve sellem vaxtında, sonra Əbu Bakrın vaxtında, Ömərin vaxtında Rumlarla döyüş olub, Şamla. Yəni döyüşüb müsəlmanlara qarşı. Aydındır, qardaşlar. Və bununla bitir deməli Bədül Vəhiy, yəni vəhyin başlanğıcı bitir. Deməli, Buxari Rahiməhullah bu kitabda deməli 7 dənə hədis yazmışdı. 7 dənə hədis. Və indi isə başlayır Kitab-ül İman, ikinci kitab.
Neçə dənə kitab var idi? Keçən dəfə dedik. Buxaridə neçə dənə kitab var? 97. Deməli, Kitabul İman, yaxşı, neçə dənə babı var? Bab çoxdur, qardaşlar. 3972. İndi hər şey var burada, hər şey var. Ona görə, indi biz Kitabul İmana keçirik, ikinci kitab. Üçüncü kitab, Kitabul Elmdir. Sadəcə müəllif fəslin adını belə qoyub. Vəhyin başlanğıcı. İndi sən deyə bilərsən ki, Heraklın söhbəti vəhyin başlanğıcı ilə nədir? Yəni, hər halda aiddir başlanğıca. Ona görə belə qutardı. Belə qutardı və hətta bəzi hikmətlər var, bəzi alimlər deyirlər ki, Buxari rahiməhullah fikir versin, o kitablar ki, qutarır, o hədisləri ki, ora yığıb ki, orada axır sözü var. Çünki bu 7-ci hədis bu kitabda belə qutarır. Fəkənə zəlikə axir şən. Oradan da axırıncı hədisdir, gör necə işləyib, gör necə hikmətlər var, qardaşlar. Hə. İndi isə Kitabul İmandır. Kitabul İman da təxminən, deməli, 40 babdır. 40 babdır və 51 də hədis var. İnşallah bu qalsın gələn məclisimizə. Allah Subhanahu taala İmam Buxariyə rəhmət eləsin. Allah bizə eşit faydalardan etsin. Və selamun aleyküm və rəhmətullahi və bərəkatuhu.